Ali məhkəmədə əzab vermədə və qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti məhkəmə iclası başa çatıb. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən kassasiya şikayəti təmin edilməyib. İttihama görə Namiq Məmmədov 1948-ci il təvəllüdlü atası, zərər çəkmiş Fərmail Məmmədov anası və övladları ilə birgə Bakının Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq massivində nömrəsiz ünvanda yaşayırmış. O, mütəmadi olaraq spirtli içki qəbul edib və həmin şəxsləri 2017-ci ildən 2023-cü il tarixinə qədər olan müddət ərzində müxtəlif vaxtlarda mübahisə zamanı döyərək əzab verib. Namiq 2023-cü il avqustun 16-sında saat 23 radələrində evdə olanda növbəti dəfə spirtli içki qəbul edib. Atası Fərmail ona sərxoş vəziyyətdə övladlarını və ailəsini döyməsi ilə bağlı iradlar bildirib. Namiq evin pilləkəninin yuxarısında dayanmış atasına əvvəlcə şillə vurub, daha sonra sinə nahiyəsinə qəsdən təpiklə zərbə endirib. Ağır xəsarətlər alan kişi müalicə aldığı xəstəxanada həyatını itirib. Hadisədən sonra Namiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən şikayət təmin edilməyib. Onun cəzası 12 ildən 11 ilə endirilib.